güzel məkanımdan sizi salamlayıram. Bir daha biz may ayında olduğumuzu hatırlayıram. Xaricdəydim. Bugün qaydan kimi gəldim bu gözəl məkana, Park Qusar adında yerə. Bura Qusardır. Bura gələcəkdə savaşlar, gərginliklər, dünya üzərində, İranda, zəlzələ, Bakıda, ora-bura nələrsə olanda ən sabit ola biləcək yer Qusardır. Bura gəlmişkən bu gözəl məkana mən bu qədər gözəlliyinin həmişə olmasını arzu edərək sizlərə xatırladıram ki, biz hal-hazırda görürük ki, may ayı başladı, İsrail yanğın içində, nə bilim nələr, Ukraynadan savaşı, Rusiyanın döyülməsi və Türkiyə daxili gərginliklərin genişlənmələri və İran savaşı bu il və uzaqbaşı bir il başlanması qaçılmaz olduğunu xatırladıram. İrandan da yazılmışdı. Bu hal-hazırda İsrail'də olan yanğınlar, bunu görərək və bunları başa düşən bəzi özünü ekstrasens və ya politik hesab edən kəslər proqnozlar verməyə başlayıb. Onların səbəbi sizləri aldatmaq və kimləri gitməkdir. Siz doğrulara işitmək, bilmək istəyirsinizsə, ancaq Nadim Əlixan öyrəsiniz. Çünki illər əvvəl dediyi şeylərdə, neçə ayların illərin bundan əvvəl yılda dediyiniz may ayına girmişik. O may ayında dedikləri və bu may ayında başlayır. Hər kəsin şübhəli olmasın, artıq may ayının uçlarını biz görürüz. Sular, sellər, Argentina'da da yenə də büyük bir 7.5 oranında zəlzələ, ondan əvvəl olan zəlzələ, Türkiyə zəlzələsi, neysə, mən demişdim axı, vaxt dönəm gələcək, hər kəs artıq zəlzələlərdən danışarkən artıq Bakıda da zəlzələ olacaq. İndi mən aralarda görürəm bəzi adamlar Azərbaycanda Bakıda da zəlzələlər olacaq deyə danışan politoloqlar, zəlzələ uzmanları və özünü ekstrasens hesablayanlar var. O insanların bəziləri də deyir ki, içində savaş 3-cü dünya olmayacaq demişdiniz. Zəlzələlər olmayacaq, belə işlər olmayacaq demişdiniz. Nə oldu? İndi gündəmə baxıb fikriniz mi dəyişdi? Nəysə, Nadim ƏliXanovdan hər zaman izlə, pul toparla, dağ olan bölgələrdə gələcəkdə baş verəcək böyük zəlzələlərdən qurtulması üçün həyət evlərə, əsasən də bu dağ olan bölgələrdə çalışın, özlərinizə evləri qurun ki, zaman o zaman gələcək ki, İran olan bölgə savaş içində, Rusiyalar, bütün dünyanın hər yeri savaş içində, bir yerdə zəlzələlər, hər yer zəlzələlər, böyük şəhərlər. Ona görə kənd yerlərdə lazım olacaq bu cür gözəl rayonlarda özlərinə imkan taparaq, şərait qurmağa və mümkün qədərilə həyət evlərinə Bakıda olanlar, balaca alçaq mərtəbəli evlərdə olmağınızı arzu edərək deyirəm ki, həm də bizə bu gözəl bir yerlərdə, belə deyim də, gəlməyə, qalmağa o boyda pullar olmasa da şəraitiniz, arada gəlmək, bir dənə gəzib qayıtmaq olacaq. Hər bir kəsə təbii ki, Azərbaycanda bu il çoxlu bərəkətli ildir bir tərəfdən də, meyvələr tərəfindən, əkin sahələr, bu kimi şeylər barədə mən yadımdadırsa, bu qış ayın noyabr ayında verdiyim proqnozda da çox bərəkətli il olacağını demişdik. Artıq o bərəkəti biz görmək üzrəyik. Bir tərəfdən də əziz gözəl dostlarımız, bu ilin bərəkətindən pullarımızı sağa sola çox xərcləmədən saxlayın ki, 3-cü Dünya Savaşı və böyük təbii fəlakətlərə az qalır. Və may başladı, mar çıxdı, dərd çıxdı deyirdilər. May başladı, dərdlər başladı dünya üzərində. Biz daha böyük dərdləri görəcəyik. Çünki mən hiss edirəm, arzu etmirəm, hiss etdik şeyləri sizlərə deyirəm ki, siz də ehtiyatınızı qoruyasınız. Qəflətən sizi bir şeylər baş verəndən sonra, tutulandan sonra nə edəcəyini bilmirsiniz. Sağ olun.